Həzrəti Məryəm salamullah aleyha. Həzrəti Məryəm bu əzəmətdə bir insandır. Deyir, can verirdi, mələk canını almağa gəlib. Deyir ki, oğlum İsa aleyhissalam gedib mənim üçün iftara bir şey alsın, gətirsin. Ruhullah olan İsa'nın anası Həzrəti Məryəmdir. Deyir, icazə olarmı ki, qayıtsın, gəlsin, məni görsün, sonra mənim canım alar. Cavab verirlər ki, yox, olmayacaq, bağışlayın, təəssüf, qaydadır, gəlibsə getməlisin. Həzrəti Məryəm, o Məryəm ki, Həzrət Zəkəriyə gəlir, görür ki, mehrabda ibadət edir, yanında meyvələr var. Həzrət Zəkəriyə deyir, bu nə meyvələrdir, adi meyvələr deyil. Deyir, Allahın fəzlidir, Allah istədiyinə verir. İndi ölüm anı gəlib, yəni oğlum qayıtsın, başım üstə olsun, gedib mənə iftar üçün deyir, olmaz, getməliyik. Bağışlayın, bütün ehtiramımızla olmaz. Aparır, Həzrət İsa gəlir, görür anası dünyadan keçir. Başlayır ağlamağa. Sonra həmin gün yatır yuxuda Həzrəti Məryəmi görür. Deyir, oğlum, niyə ağlayırsan? Deyir, ana, ölüm haqdır bilirəm, amma oruc idin, iftar açmamış, az, susuz, tənha can verdim, bu məni yandırır. Deyir ki, oğlum, mənə burada yaxşı iftar verdilər. Cənnət nemətləri ilə iftarımı açdım.